Salam. İndi sizinlə nəslimiz ilə birləşmə meditasiyasını edəcəyik. Bir çoxlarımız nəsildən ötürülən proqramlar, inanclar, kodlar vasitəsilə yaşayırıq. Özümüz də bunun fərqində olmadan və fərqində olmadan bu kodları, bu proqramları, məhdudlaşdırıcı inancları təkrar edirik. Düşünürük ki, əgər bunları təkrar etməsək, biz nəsildən ayrı düşə bilərik. Nəslə qarşı səhv hərəkət etmiş kimi olarıq. Şuuraltı olaraq bizdə bu düşüncə var. Lakin bu elə deyil. Biz əksinə bu neqativ proqramları, inancları, duyğuları özümüzdən arındırdıqca və daha yaxşı yaşadıqca onlar sevinir və sevinəcək. Biz onların fəxri olacağıq. Bəlkə də üzdə göstərməsələr də daxilən bu belə olacaq. İndi isə rahat əyləşin. Elə edin ki, onurğa sütununuz düz olsun. Tam rahat əyləşin. Gözlərinizi yumun və dərindən nəfəs alıb verməyə başlayın. Dərindən nəfəsinizi alın və nəfəsinizi verin. Nəfəsinizi alın və dərindən nəfəsinizi verin. Nəfəs alın, nəfəsinizi verin. Nəfəs alın, nəfəsinizi verin. Nəfəs alın, nəfəsinizi verin. Nəfəs alın və dərindən nəfəsinizi verin. Və hiss edin ki, hər nəfəs alıb verdikcə necə bədəniniz boşalır, rahatlanır. Hiss etməyə başlayın. Ayaqlarınız necə yüngüllənir, boşalır. Əzələləri tam yüngüllənir. Nəfəs alın və nəfəsinizi verin. Hiss edin yüngüllüyü, rahatlığı. Nəfəs alın, nəfəsi verin. Hiss edin bədəniniz də tam rahatlanır. Qarın boşluğunuz tam boşalır. Əzələlərin gərginliyi tam sakitləşir. Nəfəs alın, nəfəsinizi verin. Diqqətinizi qarın boşluğunuza verin və rahatladığını duymağa başlayın. İndi isə döş qəfəsinizi hiss edin. Hiss edin necə o da rahatlanır, yüngüllənir. Siz nəfəs alıb verdikcə əzələlər tamam boşalır, rahatlığa qərq olur. Nəfəs alın, nəfəsinizi verin. İndi isə barmaqlarınızı, əllərinizi, qollarınızı və çiyinlərinizi hiss edin ki, necə rahatlanırsınız, necə yüngüllənirsiniz, necə boşaldırsınız. Çiyinlərinizdə olan gərginliyi buraxırsınız. Nəfəs alın, nəfəsinizi verin. Nəfəs alın, nəfəsinizi verin. İndi isə hiss eləməyə başlayın. Başınızı, üzünüzü, ən əsası hiss eləyin ki, üz əzələləriniz necə rahatlanır, yumşalır, boşalır. Gərginlik tamamilə gedir. Nəfəs alın, nəfəsinizi verin.
İndi isə hiss edin ki, beyninizdə olan bütün fikirlər uzaqlaşmağa başlayır. Gərginlik tamamilə getməyə başlayır. Bütün gün ərzində toplanmış, illərlə yığılmış fikirlər sizdən uzaqlaşmağa başlayır. Nəfəs alın, nəfəsinizi verin, icazə verin o fikirlərin sizdən uzaqlaşmağına. Hiss edin ki, tamam, rahatlanırsınız, yüngüllənirsiniz. Nəfəs alın, nəfəsinizi verin və mən indi 5-ə kimi sayacağam. Bitirdikdən sonra özünüzü bir çəmənlikdə təsəvvür edəcəksiniz. 1, 2, 3, 4 və 5. İndi isə özünüzü yaşıl bir çəmənlikdə təsəvvür edin, hiss edin. Özünüzü yaşıl bir çəmənlikdə təsəvvür edin, hiss etməyə başlayın. Baxın ətrafınıza, görün necə gözəl, yamyaşıl çəmənlikdir. Hər tərəfiniz yaşıllıqdır, hər tərəfiniz işıqlıdır. Günəşin şüalarını hiss edin. Ayaqlarınızın altını hiss edin, necə yaşıllığa dəyir. Ayaqlarınız yaşıllığa dəyir və siz bunu hiss edirsiniz. Təsəvvür eləyin. Ətrafınıza diqqət eləyin. Quşların səsini eşidin, təbiətin səsini dinləyin. Bitkilərin qoxusunu hiss etməyə başlayın. Yaşıllığı hiss etməyə başlayın. Hiss edin ki, necə ora gözəldir. Necə siz orada rahatsınız. Özünüzü orada yüngül hiss edirsiniz. Və bu rahatlıq hissinlə addımlamağa başlayın. Addımladıqca daha da böyük bir sahəni görməyə başlayın. Addımlayın, gedin və getdikcə baxın, görün ora. Getdikcə uzaqdan görəcəksiniz. Burada insanlar var. Yavaş-yavaş addımlayın və bu insanlara yaxınlaşmağa başlayın. Yaxınlaşdıqca görəcəksiniz. Burada tanıdığınız insanlar var. Yaxınlaşın ora. Siz orada atanızı və ananızı görəcəksiniz. Nənə və babalarınızı görəcəksiniz. Yaxınlaşın, görün onları və digər ulularınızı görməyə başlayın. Onları tanımasaz da hiss edin ki, onlar sizin böyüklərinizdir, ulularınızdır, sizin əcdadlarınızdır. Təsəvvürünüzə gətirin, təsəvvür edin. Təsəvvür edin ki, orada nənə, babalarınızın valideynləri, yəni ulu nənə, ulu babalarınız, həm ata, həm ana tərəfiniz, həmçinin ulu baba, ulu nənələrinizin də valideynləri və onların da nənələrini
hiss etməyə başlayın. Babalarını hiss etməyə başlayın. Təsəvvür etməyə başlayın. Cəmi 128 nəfər oğlunuzun orada olduğunu təsəvvür edin, hiss edin. Onlar hər tərəfdən sizi dairəyə alır və siz onların mərkəzindəsiz. Baxın, görün, onlar sizə necə baxır, siz onlara necə baxırsınız. Onları yaxından hiss edin. Əslində onlar sizin yaxınlarınızdır. İndi isə onlara baxın və müraciət edin. Hiss edin onları, onların yaxınlığını hiss edin və onlara müraciət edin. Deyin, mən sizdən xahiş edirəm. Mənə dəstək olun, mənə kömək olun. Mən artıq həyatımı özüm istədiyim kimi yaşamaq istəyirəm. Mən artıq sizdən ötürülən məhdudlaşdırıcı inanclardan, proqramlardan, duyğulardan, hisslərdən, kodlardan arınmış kimi yaşamaq istəyirəm. Mən artıq sizdən ötürülən bu proqramları təkrarlamaq istəmirəm. Mən sizdən xahiş edirəm, mənə Allahımızın izni ilə xeyir duanızı verəsiz. Mən sizdən xahiş edirəm, Allahın izni ilə mənə xeyir duanızı verəsiniz. Mən sadəcə səhv bilmişdim. Mən elə bilmişdim ki, sizin kimi yaşasam, sizin kimi olsam, siz məni atmayacaqsınız. Siz məni özünüz kimi hiss edəcəksiniz. Mən artıq tam bu duyğulardan arınmış, yaşayaraq inkişaf etmək istəyirəm. Güclənmək istəyirəm, rahatlanmaq istəyirəm. İndi isə baxın onlara və dinləyin. Onlar sizə nə deyir? Sən həyatını yaşaya bilərsən. Özünün, maraqlarının, işlərini, xoşbəxtliyin üçün yaşaya bilərsən. Sən bizdən fərqli yaşaya bilərsən. Və sən bizdən fərqli yaşasan da, öz yolunu getsən də, sən bizdən fərqli olsan da, sən bizim ailəmizin üzvü, nəslimizin bir parçası olacaqsan və qalacaqsan. Sənin üçün hər zaman nəslimizdə öz yerin var. Sənə hər zaman biz tərəfdən dəstək olacaq. Sənə sevgimizi ötürəcəyik. Həyatını istədiyin kimi yaşaya bilərsən. Biz hər zaman səni dəstəkləyirik. Biz sənə xeyir duamızı veririk. Allahımızın izni ilə xeyir duamızı ötürürük. Sən artıq bizi
məhdudlaşdıran, bizi əngəlləyən bu proqramlardan, bu duyğulardan, bu inanclardan arınmış kimi yaşaya bilərsən. Hiss edin ki, nəfəsinizi alıb verdikcə, bu proqramlar, bu duyğular sizin bədəninizdən axıb gedir. Sizə aid olmayan, lakin sizin daşıdığınız o inanclar, o proqramlar bədəninizdən axıb gedir. Hiss eləyin necə başınızı əyirsiniz, təsəvvür eləyin ki, başınızı əyirsiniz və nəfəsinizlə də bu hissləri buraxın. Buraxın nəfəsinizlə və buraxdıqca minnətdarlıq hissi duymağa başlayın. Hiss edin ki, bu duyğuları buraxdıqca kimlə, sizə nə hiss ötürülübsə onları geri verirsiniz. Onlar sevə-sevə qəbul eləyir. Ana, atanız, nənə, babalarınız, ulu nənə, ulu babalarınız kimlə nə ötürülübsə qəbul edir. Siz bunları həyatınıza mane olan o duyğuları, o hissləri verdikcə ürəyinizdə, qəlbinizdə minnətdarlıq hiss eləyin. Və geri verdikcə necə onlarda müsbət enerji ötürüldüyünü duymağa başlayın. Necə onlar sizə müsbət enerji ötürülür. Siz necə də rahatlanırsınız. Sizdə əminlik yaranır. Siz artıq o proqramları təkrarlamadıqca sizdə əminlik yaranır. İndi isə bütün ulularınıza minnətdar olun, təşəkkür eləyin. Başınızı əyin, təşəkkür eləyin. Təşəkkür eləyin. Və hiss edin ki, necə yavaş-yavaş oradan ayrılırsınız. Sağollaşırsınız və ayrılırsınız. Və geri gəldikcə yenə də çəmənliyi hiss eləyin. Hiss eləyin necə ora gözəldir, necə siz artıq özünüzü başqa cür hiss eləyirsiniz. Artıq yüngüllənmiş, arınmış kimi hiss eləyirsiniz. Çəmənliyi hiss eləyin, yavaş-yavaş geri qayıdın. İndi isə əllərinizi, qollarınızı tərpədin, nəfəsinizi alın, verin. Hiss edin ki, reallığa qayıdırsınız. Hiss edin ki, olduğunuz məkana qayıdırsınız. Və yavaş-yavaş gözlərinizi açın. Gözlərinizi açsaz da, o minnətdarlıq, o təşəkkür hissləri, o enerji hələ də sizin bədəninizdə var. Onu hiss edin.